2026-cı il 28 fevral tarixində Amerika və İsrail hava qüvvələrinin İrana hücumu bölgədə yeni gərginliyin yaranmasına səbəb olur. Müharibə müddətinin uzanması region ölkələrinə də mənfi təsirini göstərəcəkdir. İranın qonşu dövlətlərində mövcud olan Amerika hərbi bazaları bu ölkələrin də münaqişəyə daxil olmalarına gətirib çıxardı. Amerika münaqişənin qısa müddətdə başa çatacağını, İranın bütün şərtləri qəbul edərək danışıqlara başlayacağından şübhə etmirdi. Bu prosesləri sürətləndirmək üçün 28 fevralda İranın ali dini lideri Əli Xameneyi sui-qəsdlə öldürülür. Ancaq bu müharibənin sonlanmasına yox, daha da kəskin xarakter almasına şərait yaratdı. Amerika rəhbərliyi də bunu etiraf edir ki, onlar İraqda, Suriyada, Venezuelada olduğu kimi İranda da birinci şəxsi zərərsizləşdirərək tez nəticəyə çatacaqlarına inanırdılar. Ancaq məlum hadisədən sonra İranda yeni liderin seçilməsi, qonşu dövlətlərdə olan Amerika bazalarının və İsrailin vurulmasının şahidi oldu. Bu məqsədlə Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, Oman, Yordaniya, İraq və Kipr adası İran raketlərinin hədəfi olur. İranda mövcud rejimin çökməməsinin iki ehtimalı mövcud ola bilər. Birinci ehtimal ölkənin idarəçilik sistemi ilə əlaqədardır. Ən çətin günlərdə belə dərin dövlət öz fəaliyyətini davam etdirir, dövlət qurumları və təhlükəsizlik strukturları sabitliyi qorumağa çalışır. İkinci ehtimal dini liderin müəmmalı ölümü ilə bağlıdır. Belə ki, Əli Xameneyi öz əcəli ilə vəfat etmiş, ondan sonra yerinə oğlunun keçəcəyi də əvvəlcədən məlum idi. Ancaq xalqı düşmənə qarşı vahid cəbhədə birləşdirmək üçün onun Amerika və İsrail tərəfindən şəhid edildiyi ortaya atılır. Tarixdə lider ölümlərinin bir müddət xalqdan gizlədilməsi halları az olmayıb. Ancaq müasir dövrdə bunu isbat etmək üçün yetərli dəlillər mövcud deyil. İki tərəf arasında müharibənin uzanması dünya güclərinin də bölgəyə marağını artırır. Yaxın Şərqdə baş verən hadisələr mövcud vəziyyətin ən çox Rusiyanın xeyrinə dəyişməsinə səbəb olur. Birincisi, ölkənin əzəli rəqibi Amerikada, Rusiyanın Ukraynada olduğu kimi İranda müharibə şəraitindədir. İkincisi, Hörmüz boğazının bağlanması dünyanın neft tələbatında Rusiya ehtiyacını yaradır. Ruslar mövcud vəziyyəti ölkələrinin lehinə dəyişə bilərlər. Neft və qazın qiymətinin artması ölkə gəlirlərinin də artması deməkdir. Əlavə olaraq Qərb blokunun İranla mübarizə aparması Ukraynaya olan dəstəyin azalmasına səbəb olur. Bütün bunlar 4 ildir müharibə şəraitində yaşayan Rusiya üçün münbit şərait yaradır. Rusiyadan fərqli olaraq Çin müharibənin İranın qələbəsi ilə tez bitməsində maraqlıdır. Ölkənin neft idxalının böyük hissəsi Hörmüz boğazı vasitəsilə edilir. İranın Amerika qarşısında məğlub olması və bölgə idarəsini itirməsi Çinin maraqlarına olduqca ziddir. Bu ölkənin İrana rəqiblərinə qarşı gizli dəstək verməsi də istisna edilmir. Çindən başqa digər istehsalçı və istehlakçı ölkələr də enerji ehtiyaclarının böyük hissəsini İran körfəzi regionundan təmin edirlər. Məsələn, Hindistanın neft idxalının 50%, Cənubi Koreyanın 65%, Yaponiyanın isə 70% bu regiondan asılıdır. Avropa dövlətləri də müharibənin uzanmasında maraqlı deyil. Xüsusilə enerji təhlükəsizliyini nəzərə alaraq onlar yaxın şərqdə və digər regionlarda gərginliyin tezliklə azalmasını istəyirlər. Buna ən böyük səbəb əvvəlki illərdə olduğu kimi Rusiyadan yenidən enerji asılılığının yaranması riskidir. Uzunmüddətli münaqişələr neft və qaz tədarükünü təhlükəyə atır, qiymətləri artırır və Avropanın iqtisadi sabitliyini pozur. Hərbi əməliyyatlar zamanı günahsız insanların qətl edilməsi İranın dünya mediasında nüfuzunun artması ilə nəticələnir. Yaxın Şərqin güclü dövlətlərindən olan Türkiyədə də bunun şahidi oluruq. Ərdoğanın başçılığı ilə AK Parti uzun illər Türkiyəni idarə edərkən İslamı ön plana çıxararaq anti-İsrail kampaniyalar apardı. Türk liderlər həm ölkə daxili etnik problemləri həll etmək, həm də seçkilərdə səs üstünlüyünü təmin etmək üçün İslamı siyasi alət kimi istifadə etdilər. Ancaq bu siyasətin gələcəkdə Türkiyəyə çətinliklər yaradacağı ağla gəlmədi. Bu gün Türk xalqı və mediası Türkiyənin İsrailə qarşı İranın yanında durmasını tələb edirlər. Hətta irəli gedərək Azərbaycan prezidentinin İranla bağlı fikirlərini tənqid edib, ölkəni Türkiyə ilə birlikdə müharibəyə sürükləyəcəyini iddia etdilər. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkənin ideoloji əsasları İslam və ya millətçilik üzərində deyil, 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən formalaşdırılan Azərbaycancılıq ideologiyası üzərində qurulub. Qonşu dövlətlərdən fərqli olaraq Azərbaycanda heç kim inancına və milliyyətinə görə təzyiq altında qalmır. Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğal olunduğu, 1 milyon insanın yurd yuvalarından didərgin düşdüyü vaxtda regionun böyük dövlətləri Ermənistanı durdurmaq yolunda heç bir qəti addım atmır. Tam əksinə bu dövlətlərdə bəzi dairələr işğalçıya altdan-altdan dəstək verdi. İqtisadi çətinliklər,
dünya silah bazarında Azərbaycana qoyulan məhdudiyyətlər uzun illər aparılan diplomatik səylərlə aradan qalxdı. Azərbaycan bu illər ərzində bir çox ölkələrlə, o cümlədən İsraillə qarşılıqlı əlaqələr qurur. Azərbaycan İsrailin texnoloji üstünlüyündən və lobbiçilik fəaliyyətindən faydalanır. Bu əlaqələr İslam dünyası tərəfindən bəyənilməyən İsrail üçün də enerji təhlükəsizliyini təmin etmək baxımından vacib idi. Ancaq qarşılıqlı əlaqələr Azərbaycan üçün bu müstəvidən kənara çıxmır. Azərbaycan tərəfi ərəblərdən fərqli olaraq heç vaxt qonşu dövlətlərə qarşı öz ərazilərindən istifadə etməyə yol verməyib. Müxtəlif dövrlərdə ölkəmizə təzyiqlər göstərmək istəyənlər bu əlaqələri şişirməyə çalışsalar da, onların cəhdləri uğursuz olur. Belə təzyiqlərdən biri də 5 mart tarixində həyata keçir. İran dronları Naxçıvanı vurur və iki dövlət arasında yeni diplomatik böhran yaşanır. Bu təxribatın başqa ölkələr tərəfindən təşkil edildiyi də istisna hal deyil. Ancaq hər iki ehtimalda məsuliyyət İranın üzərinə düşür. Maraqlıdır ki, Azərbaycan prezidenti İlham Əliyev hadisədən dərhal sonra sərt xəbərdarlıq etdi. Adətən gərgin vaxtlarda təmkinli və soyuqqanlı davranan Əliyev bu dəfə verdiyi sərt mesajla hər kəsdə təəccüb yaratdı. Prezidentin bu çıxışı Azərbaycanın hansısa ərəb dövləti ilə səhv salınmaması, ölkənin və xalqın milli maraqlarının hər şeydən üstün tutulduğunu, bunun üçün istənilən senariyə hazır olduğu mesajını verir. İran prezidenti hadisələrlə bağlı qonşu dövlətlərdən üzr istəsə də, Sepah prezidenti danışıb sonra düşünməkdə qınayır. İran dövlətinin milli ordusu Arteş, İnqilab müdafiəçiləri isə Sepah adlanır. Birinci ordu müəyyən qədər prezidentə tabe olsa da, ikinci ordu birbaşa ali rəhbərə bağlıdır. Liderin öldürülməsi idarəçilikdə anlaşılmazlıqların yaranmasına səbəb olur. İranda Azərbaycana qarşı münasibətdə insanlar iki yerə ayrılır. Bir qism insan Azərbaycana sevgi və hörmətlə yanaşdığı təqdirdə, digər qrup Azərbaycanı qədim Fars imperiyalarının əyaləti kimi görür. Azərbaycan xalqında da İrana qarşı münasibətdə çaşqınlıq məhz burada yaranır. Əksəriyyəti şiə olub İranı dəstəkləyənlər birinci qrupa, tam əksi İranı tənqid edənlər isə ikinci qrupa istinad edirlər. Prezidentin sərt ritorikası da məhz sözü gedən ikinci qrupa aid idi. İran prezidenti Pezeşkiyanın İlham Əliyevlə telefon danışığından sonra vəziyyətin yenidən düzəlməsi, hətta Azərbaycanın İrana humanitar yardım göndərmə qərarı bütün bunları təsdiq edir. Belə vəziyyətdə iki blok arasında gedən müharibədə Azərbaycan hansı dövlətin yanında olmalıdır sualı meydana çıxır. Əgər bu mübarizədə Amerika və İsrail geri çəkilib müharibəni sonlandırarsa, onda müharibədən qayrı-bayrılan, İslam dünyasında nüfuzu artmış, hətta nüvə silahına sahib İran görərik. İdarəçiliyində radikal və imperialistlərin olduğu bir dövlətin bu səviyyələrə gəlməsini heç bir qonşu dövlət istəməz. Əgər tam əksinə, Amerika və İsrail İranda məqsədlərinə çatarlarsa, sıranın Türkiyəyə və ya başqa dövlətlərə gəlməyəcəyi zəmanətini də heç kim vermir. Azərbaycan bu mübarizədə tərəf seçmədən öz ideyalarına sadiq qalmalı, qonşu dövlətlərlə münasibətləri yaxşı saxlayıb müharibədən yayınmalıdır. Əks halda ölkəmizdə və Qafqazda yenidən qanlı hadisələrin şahidi ola bilərik.